Tutaq ki, kimsə mənə qarşı, mənim xoşuma gəlməyən, məni incidən, xətrimə dəyən bir hərəkət elədi və o insan mənim çox yaxınımdır. Onun səhvini, ona olan iradımı necə bildirim ki, nə o məndən incisin, həmçinin də mən sözümü demiş olum. Bu sendviç texnikası ilə edilir. İlk öncə bir insanın səhvini deməzdən əvvəl onun bir neçə gözəl xüsusiyyətləri sadalanır. Çünki elə bir insan yoxdur ki, onun ən az 1-2 yaxşı davranışı olmasın. Öncə xoşumuza gələn davranışları, sonra bizi incidən davranışı, ən sonda isə gözəl bir fikirlə tamamlayırıq. Məsələn, sən mənə qarşı həmişə diqqətli olmusan, qayğımı çəkmisən. Amma bu elədiyin hərəkət məni çox incitdi. Gələn dəfə daha diqqətli olsan, məni çox xoşbəxt edərsən.